Ali Muhammed'in qaimi İmam Mehdi Əzzəlallahu Fərədəfü Şərif. O şəxsi ki, değerli bazı kardeşlerim, biz mübarek Ramazan ayında ki, gündəlik dualar ki oxuyarıq. Gündəlik duaların içerisinde belə bir dua var. Allahümme cealni, Allah məni qərar ver kimlərdən? Muhibben li avliyaik, sənin dostlarını sevən və sənin düşmənlərimi düşmən bilənlərdən qərar ver. Allah sənin dostlarını sevən, yəni peyğəmbərləri, Peyğəmbər sallallahu aleyhi və aleyhi və onun pak əhl-i beytini sevən və onun Allah sənin düşmənlərimi də düşmən bilənlərdən qərar ver. Təkcə yəni Ali Muhammedi, Allahın dostlarını sevməklə iş tamamlanmır. Allah Teala buyurur Kur'an-ı Kerim'de: "Femen yekfur bit-tağut ve yu'min billah faqad istemsaka bil urvatil vusqa." Herkes tağutu inkar eləyərsə, zulmü, zalimi inkar edib Allah'a iman gətirərsə, bəli, gərək Allah'ın düşmənin inkar edəsən, Allah'ın düşməninin yanında olmayasan, onun cərgəsində olmayasan, ona nifrətin ola, sonradan Allah'ın dostlarına məhəbbətin ola. Bunların ikisi de gərək ola ki, nicat tapmışlardan ola ki, Allah'ın lütfi, Allah'ın rəhməti bu cürə şəxslərləndir.